bütün Azərbaycan xalqını, birinci şəhid ailələrinin, qazilərin, veteranların və xidmətdə olan qardaşlarımızın, özü qürbətdə olub ürəyi Azərbaycanlılarla olan Azərbaycanlıların və bütün Azərbaycan xalqının Ramazan bayramını təbrik edirəm. Allah ürəyi, qəlbi təmiz olan insanları var eləsin. Tuttuğunuz orucu Allah qəbul eyləsin. Allah Taala nə qismət edəcəksə bir stəkan suyu belə, dadacağımız bir qismət payı belə Allah halal qismət eləsin. Bu müqəddəs ayda əl açıb yalvardım uca Tanrıya. Hər kəsə sağlıqlı ömür ver Allah. Yaradan özünsən, görən özünsən. Hamıya layiqli ömür ver Allah. Sevinsin könüller, gülüşsün üzlər. Həmişə sevinsin, şad olsun qəlblər. Yığışsın yollardan həsrətli gözlər. Hamıya işıqlı ömür ver Allah. Sən oldun hər zaman əhdinə vəfa. Ver öz şəfqətindən xəstəyə şəfa. Rəhmansan, rəhimsən, verməzsən cəfa. Hamıya səfalı ömür ver Allah. Xəstələrimizə şəfa ver Allah. Övladı olmayanlara övlad qismət elə ya Rəbbim. Əskər yolu gözləyən əskər analarını, əskər atalarını sevindi. Hərbiçilərimiz uğurlu xidmətin başa vurub gəlsinlər. Allah həmişə xoş günlər nəsib eləsin. Bayramımız mübarək olsun. Həmişə halal qazanıb halal yeyəsiz. Allah qəbul eləsin.